cümlə qurmağa. İnsanlar içkilərin içinə buz qoyur. Belə başlayacaq. Kim? İnsanlar. Nə edir? Qoyur. Nəyi? Buzu. Hara? İçkilərin içinə. Getdik. People put ice into drinks. People put. Bu indiki sadə zaman olduğu üçün görürsünüz, zamana da diqqət elədik. People put dedik. İnsanlar zey olduğu üçün, feil dəyişmir olduğu kimi qalır. Buz suyu soyuq saxlayır. Buz, ice nə edir? Saxlayır. Keeps. Niyə keeps s dedik? Çünki indiki sadə zamanda hidə, şidə, itdə feilin sonuna s artırılır. Buz da it olduğu üçün, çün şəxsdəki deməli, ice keeps water cold. Biz qazı əlimizə tuta bilmərik. We can't bilmərik. Bax, burada can devreye girecek. We can't hold ice on our hands. Çox soyuq gündə su donur. Birinci nə? Su, water nə edir? Donur. Water freezes. Niyə freezes? Çünki water it olduğu için feilin sonuna s artıracaq. So cold, on cold day də deyə bilərik. So cold days də, soyuq günlərdə də deyə bilərik. Amma ən yaxşısı on cold day deyək. Görüm yazırıqmı? Yazırıq səsi. Sonra bəzən hava qışda soyuq və yağışlı olur. Bəzən sometimes hava the weather is cold and rainy. Nə vaxt? Sadəcə belə, hə. Sometimes the weather is rainy and cold. İndi burada niyə is dedim bəs? Bayaqki cümlələrdə is deməmişdim. Niyə burada is dedim? Çünki baxın cümlədə hərəkət bildirən feil yoxdur. Birinci cümlə deyir ki, qoymaq feili var. İkinci cümlədə saxlamaq feili var. Üçüncü cümlədə tutmaq feili var. Görürsünüz, hamısı feildir. Dördüncü cümlədə donmaq feili var. Amma beşinci cümlədə feil yoxdur. Sadəcə deyir ki, qışda soyuq olur. Ona görə bizə artıq köməkli feil olan to be köməyə gələcək. Burada da indiki zaman olduğu üçün biz əmizardan istifadə edirik. Küçədə çoxlu maşınlar var. Orada burada var deyəndə there is there are many cars on the road. Mən əşyaları küçədə, in the street. Mən əşyalara görə bilirəm və hiss edirəm. İndi bax, görə bilmək, bacarmaq, modal feil var burada. I can see objects and feel. Görürəm və hiss edirəm. Meyvə şirəsi dadlı və xeyirlidir. Baxın, burada da yenə to be-dən istifadə edəcəm. Çünki hərəkət bildirən feil yoxdur. Choose və ya da fruit juice is delicious and xeyirli, healthy deyək. Küləkli gündə mənim çətirim uçdu. Nə çətirim? My umbrella nə edir? Uçur. Flies indiki sadə zamanda deyək də. Əslində mən bu cümlələri indiki sadə zaman üstündə nəzərdə tutmuşam. My umbrella flies on windy day. İndi burada uçduğunu uşaqlar uçur deyə düşünün. Çünki bu cümlələri indiki sadə zamanda düşünmüşəm ki, mən biraz indiki sadə zaman məşq eləyəsiniz. Su buza çevrilir. Su nədir? Water. Nə edir? Çevrilir. Turn into nəyə? Buza. Ice. Bu üç şəkilə bax və adlarını dəyiş. İndi look at these three pictures and change their names. Adlarını dəyiş. Orada their niyə dedim? Çünki nəyin adlarını, şəklini də əvəzlik olmalıdır. Their names, yəni onların adlarını dəyiş. Biz suyu isidəndə o qaynaya bilər. İndi burada isidəndə, qaynaya, anda, əndə var. Bu yeni artıq cümlə tərzidir. Buradan digər cümlələri onun üstündə qurmuşam. Çox istifadə olunur, bağlayıcılı cümlə. When-lə başlayacaq uşaqlar. When anda, əndə deməkdir. When we isidəndə. Heat. Bir saniyə cümləni itirdim. Biz suyu istəndə o qaynaya bilər. Aha. When we heat
water, it can boil. Bak qaynayabilir. Orada bilər var deyə can deyirik. It can boil. When nə oldu? Anda, əndə. Bir də deyirəm. When we heat water. Su qaynayanda buxara çevrilə bilər. Yenə də. Baxın, qaynayanda, anda, əndə var. When we və ya da when water boils, bax, when water boils, it, yəni o, it can turn into buxar nə idi? Steam idi. İndi can olanda cümlədə it olsa da, indiki sayda zaman olsa da feilin sonuna s heç nə olmur ha. Çünki orada əsas idarə edici modal feildir cümlədə. Qar yağanda mən çöldə oynarım. Yenə anda, əndə, yağanda. When it snow, qar yağanda. I play outside. İnsanlar düşünür ki, qar oynamaq əyləncəlidir. Bu adi cümlədir. Vergülə qədər bir, vergüldən sonra bir eləyəcək. People think that qar oynamaq əyləncəlidir. Playing snowball is fun. Çaynik suyu qaynatmağa kömək edir. Kettle helps to boil water. Niyə to oldu orada? Çünki kettle hardaydı? Suyu qaynatma. Kettle helps. Help kömək etməkdir. Ondan sonra gələn feil nəyə kömək edir? Qaynatmağa. İkinci də feildir. İkinci feil olanda məstərlə götürürük. Məstər də to ilə düzəlir. Deyirik, kettle helps to boil water. Çöl soyuq olanda mən evdə qalırım. Yenə anda, əndə. When outside is cold, I stay at home. Deməli, niyə is dedik bəs burada? Çünki baxın cümlədə çöl soyuq olanda hərəkət bildirən bir söz yoxdur. Amma ikinci cümlədə dedim ki, mən evdə qalıram. I stay at home. Görürsünüz, burada feil, hərəkət bildirən qalmaq feili var deyə mən orada to be-dən istifadə eləmirəm. İnsanlar qaranlıq olarkən fənərdən istifadə edir. Olarkən, olanda eyni mənadır. When-lə deyə bağlayacaq cümləni. When qaranlıq olarkən, when it's dark, people use flashlight. Hava isti olanda, yenə anda, əndə. When the weather is hot, insanlar dondurma yeyir. People eat ice cream. Niyə it dedim? Məsələn, feilin sonunda s artırmaz. Çünki insanlar topluluq bildirir, cəmdədir. Z-dir. Qartal balalar balaca olanda uça bilir. Yenə anda, əndə var. Görürsünüz, mən bu cümlələri belə yazmışam ki, siz bu tərz cümlə, mürəkkəb cümlə qurmağı yavaş-yavaş öyrənəsiniz. Deməli, when eagles chicken, qartal, eagle chickens are little, indi onlar uça bilir də, they can fly. Mənim dostum və mən oyun oynayırıq hər axşam. My friend and I play game every night deyək. Every evening deyək. Qapı aç, night gecədir, evening harca 7, 8, 9, bax belədir. Night uca 11-dən falan sonradır. Qapı açılanda mən çölə baxdım. Yenə anda var. When the door is opened, I look it outside. Onun anası su isitdi və oğluna verdi. His mother heats water. Niyə heats dedim? Çünki ana she'dir. Heats water and give to her son. Mən isti çay içəndə özümü isti hiss edirəm. Yenə burada anda when bağlayırsa istifadə edəcək. When I deməli içəndə, when I drink hot tea, I feel myself hot və yaxud da warm. Mən xəstə olanda anam sup bişirir. Yenə when bağlayıcı var. When I
When I am ill, my mother cooks soup. Şagirdlər gərək məktəbə su gətirsinlər. Bax, burada уже gərək var, modal fe'l girəcək cümləyə. Students should bring water to school. Mən tez-tez müəllimlərimin sözlərini xatırlayıram. I often remember my teacher's words. Sözlərini deyək. Belə uşaqlar, ümid eləyirəm ki, bu cümlələri yaxşı məşq eləyəcəksiniz. Çünki bunları etmək çox dəyərlidir bizim üçün. Nə qədər bunlara ciddi yanaşsaq, o qədər sürətlə danışacağıq inşallah.